Əziz dostlar, havada qalan söhbətlərdə bu dəfə çox şaxəli fəaliyyəti ilə qonağımız var. Həm dəyərli həmkardır, həm aktrisadır. Gözəl xanım Kəmalə Piriyeva bizimlədir. Xoş gəlmisiniz Kəmalə. Xoş gördüm. Təşəkkür edirəm hər şeydən öncə ümumiyyətlə ki, həm səhhətinizdə müəyyən bir problem var idi. Yenə də buna rəğmən qırmadınız bizi, gəldiniz verilişimizə, minnətdarım. Tamaşaçılar, xəstə yoxşamıram. Yox, mən üçün yaxşıdır hər şey. Biz əslində bugün həm səhhətdən danışacağıq, həm yaradıcılıqdan danışacağıq. Səhhət burada ölkə daxili, ölkə xarici fərqi yoxdur. Xatirələr və maraqlananlardan. Amma ənənəvi olaraq bütün qonaqlarımıza verdiyimiz bir sual bu olur, ilk başlanğıc. İlk dəfə səyahət etdiyiniz ölkə hansı olub, şəhər hansı olub, neçə yaşınız olub və hansı xatirələrlə yadınızda qalıb? İlk dəfə Gürcüstana getmişəm, amma qatarla. Çox maraqlı bir səyahət idi. Düzdür, mən daha belə maraqlı gözləyirdim. Orada biraz konsertlə bağlı belə konsert təşkil olunmuşdu orada. Yeni Ulduzların. Ona görə çıxıb getmişdik. Qatar səyahəti çox da belə deyim, maraqlı idi, amma rahat deyildi. Rahat deyilməyəcəm. Daha sonra isə təyyarə ilə təbii ki, hər kəsin getdiyi yaxın ölkələrdən Türkiyəyə getmişəm, İstanbula getmişəm. Sonra artıq yadımdan çıxıb. Sonralar yadımdan çıxıb. Maraqlıdır ümumiyyətlə, baxın, hərə bir səyahəti başqa cür fikirlə eləyir də. Məsələn, və yaxud da ki, səyahət eləyəndə insan dediyin ki, məsələn, adi regiona gedəndə də, amma kimsə yorğunluğundan azad olmaq istəyir, kimsə ümumiyyətlə maraqlı təcrübə yaşamaq istəyir. Nəyə fikir verirsiniz, məsələn, mətbəxə mi, insanlara mı, mədəniyyətinə mi səyahət eləyən zamanlar? Mətbəx önəmlidir. Nəyə fikir verirəm? Əsas rahatçılıqdır. Yəni, şərait orada rahat olsa mənə, həm də baxır sən nə üçün gedirsən. Gəzmək üçün, görmək üçün gedirsənsə, şərait rahat olmaya da bilər. Amma sən pasiv istirahətə gedirsənsə, ancaq belə dincəlməyə, oteldən çölə çıxmayacaqsansa, bu artıq oteldə komfortlu olmalıdır, qaldığın yerdə komfortlu olmalıdır. Yox, əgər muzey gəzəcəm, şəhəri gəzəcəm, onda o qədər də otel seçimində fikir vermirəm. Ölkə daxilində isə demək olar ki, hər yerdə olmuşam. Məndən çox vaxt dostlarım harasa gedən deyirəm ki, mən burada olmuşam, mən burada olmuşam. Deyirlər, sən necə olub? Deyirəm, çünki çəkilişlərdə olmuşam. Eynən. Demək olar ki, hər yerdə, hətta Bakı şəhərində belə gəzəndə, çox uzağa getmirəm. Bakı, burada biz filan şeyi çəkmişdik. Biz bu, nə bilim, ağacın dibində filan şey. Bu daşı qaya tanışdı. Daşın aşağısında, qayanın altında. İstəndap eləmişəm. O dərəcədə çoxdur ki, xatirələr çəkilişlə bağlı. Yəni, demək olar, həm də çəkilişlə bağlı olaraq bir çox yerlərə gəzmişəm. Bəs ümumiyyətlə, Kəmalə Piriyeva ən çox nəyə pul xərcləyir gəzən vaxtı? Alışverişə, yeməyə, yoxsa? Alışverişə. Alışverişə. Alışverişə, hə, çox pul xərcləyirəm. Çalışıram eləməyim, heç nə almayacağım, amma xanımlarda olur da, yəni bu bizim bilmirəm, təbiətimizdən gələn bir zəiflikdir deyim, mən zəiflik kimi qəbul edirəm. Çünki nə qədər desən də ki, heç nə almayacağım, yəni istər-istəməz nəsə alırsan və fikir verirsən ki, biletdən də, xərclərindən də daha çox pulu sən xərcləmirsən aldıqlarına. Və qaydanda baxırsınız, məsələn ki, mən bunu filan qiymətə almışdım, biletdən daha baha gedir. Heyslənmirəm, yox. Heç? Yox, qətiyyən. Yaxşı eləmişəm. Bəs ən bahalı səhviniz nə olub səyahət zamanı? Bu, məsələn, ola bilər, məsələn, bir şey xərcləmişsiniz, heyf istənmişsiniz ki, kaş bunu eləməzdiniz. Heç elə bir şey ağlımda yoxdur. Doğrudan, yox, elə bir şey, yoxdur. Yəni, istəmişəm, almışam, nəyisə, sonradan heyfslənməmişəm, yox. Əgər peşman olmuşamsa da, gələn dəfə fikirləşirəm ki, onu eləmərəm. Bunu eləməyəm olsa. Bunu eləmərəm. Tək səyahət eləməyi xoşdursunuz, yoxsa ümumiyyətlə dostlar? Yox, əksinə mən tək səyahət eləməyi çox sevmirəm. Sevmirsiniz? Yəni, uzaq yerlərə, yəni ölkə daxili tək səyahət eləyə bilərəm, gəzə bilərəm və ya da şəhərdə tək gəzə bilərəm, arasa gedə bilərəm. Amma belə ölkədən kənara çıxanda tək, ən azından yəni təyyarədə belə tək gedə bilərəm. Ora çatanda, məkana çatanda kimsə olsun. Yəni, əslində ən yaxşısı, mən həmişə onu düşünürəm də. Məsələn, insanlar deyir, tək səyahət edirəm. Mən siz nəyə həmişə bənzədirəm? Tək getdim, nəsə bir maraqlı bir şey gördüm. Bölüşə biləcək bir adam da tapmırsan. Yəni, gedimmi ora? Ora kimi təyyarə ilə gedərəm. Amma orada ən azından kimsə qarşılasın məni, onunla bərabər gəzək və yaxud da, nə bilim, ayrı-ayrı şəhərlərdən gələk orada görəcək. Kimsə olsun, onunla bərabər gəzim və xatirələrimi bölüşüm. Və bir də bizim tək xatirə bölüşmək, tək toplanmaq
deyil də. Biraz da belə şəkillərimi çəksin, Mütləq videolarımı şəkildə. çəksin deyə kimsə lazımdır. Təyyarədən danışdınız. İndi gəlin bir yerdə təyin eləyək ki, Kəmalə Piriyeva təyyarədə kimlə birlikdə uçmaq istəyir? Bizim rubrikamızdır. Getdik. Elcan Rəsulov yoxsa İslam Mehrəliyev? Ayda Elcan Rəsulovla gedərəm. Yaxşı yol yoldaşıdır. İslamla da təyyarədə olmuşam. Çox danışır. Daha yanmadan danışır. Kimlə? Elcanla biraz dar ol. Elcanla. Elcan. Okay. Elcan Rəsulov yoxsa Elşən Orucov? Elcan Rəsulov, Elşən Orucov. Bu dəfə Elşən olsun. Elşən Orucov yoxsa İradə İbrahimova? Bu dəfə İradə İbrahimova olsun. İradə İbrahimova yoxsa Cavidan Novruz? Cavidan Novruz da olsun bu dəfə. Var, hər dəfə dəyişir. Artıq bizim sistemimiz burada dəyişdi. Cavidan Novruz yoxsa Günəş Təgin? Günəş Təgin. Aha. Günəş Təgin yoxsa Mirsalam Mirsalamov? Mirsalam Mirsalamov. Aha. Mirsalam Mirsalamov yoxsa Pərvin Abiyeva? Pərvin Abiyeva. Bu dəfə hər dəfə dəyişir. Hər dəfə amma məsələ odur ki, İndi görə kim gələcək? Dəyişməyəcək. dəyişməyəcəz. Okay. Pərvin Abiyeva yoxsa Emma Stone? Emma Stone. Yaxşı, Emma Stone'dan gedir. O da xətrinə dəyməsin, yəni. Emma Stone yoxsa Taleh Yüzbəyev? Taleh Yüzbəyev. Taleh Yüzbəyev yoxsa Aras Bulut İynəmli? Aras Buludda qalacam deyəsən. Aha. Aha, Aras Çətin Bulut İynəmli. Olsun, Aras Bulut İynəmli yoxsa Tural Əsədov? Tural Əsədov. Arasdan Tural Əsədov maraqlı. Dəyişirəm də gör. Dəyişdiniz. Tural, bunu mütləq dəyişəcəksiniz. Tural Əsədov yoxsa Leonardo DiCaprio? DiCaprio. DiCaprio indi görək kimə dəyişəcəksiniz. Çox maraqlıdır. Hə, Leonardo DiCaprio yoxsa Faiq Ağayev? Faiq Ağayev. Hə. Məncə siz heç kimi xətrini dəyməməlisiniz. Çox maraqlı həm söhbət olardı. İlk dəfədir verilişdə 14 buraxılışda belə bir şey yaşayırıq. Biz baqa düşdük artıq burada. Faiq Ağayev yoxsa İlkin Əsəni? İlkin Əsəni. İlkin Əsəni yoxsa Scarlett Johansson? Belə maraqsız şey olmamışdı seçimlər. İntrig olmuşdu. Kimlərsə küsmüşdü verilişimizdə. Eyb yox, olar sizin üçün. İlkindən kim? Scarlett Johansson. Scarlett Johansson olar. Olsun. Aha. Ən sonda da gəlin Scarlett'dən biz müqayisə eləyək. Roman Yaşar. Roman. Roman, səni gör. Scarlett Johansson'da dəyişməyim bilmirəm. Amma dəyişir. Dəyişdiniz yoxsa dəyişmir? Dəyişirəm. Roman Yaşar. Burada biraz intrig olmadı. Bu da olmadı. Roman. Roman Yaşar'ı seçdiniz. Biz istəyərdik ki, verilişin bu yerində siz çox kiçik bir, əslində hədiyyə deməyim də, yəni gəldiyiniz üçün doğrudan da bizim bir çox kiçik, tam kiçik bir gül buketimiz var. Təşəkkür məqsədi ilə, çünki doğrudan da gəldiniz. Yox, bitmir. Artıq verilişimiz də yekunlaşdı ki, istədiyi verilişin ortasında biraz da motivasiya olsun ən azından. Bura qoyum. Belə, bura qoyum. Ola bilər, rahat necədirsə ki, gülü çiçəkli. bizi qırmayıb gəldiyiniz üçün. Ola bilər. Yəni o da ola bilər. Çox sağ olun. Biz biraz yaradıcılıqdan danışmaq istəyirik əslində. Deməli, mən burada bir məsələni... Şeylər də yaxşı qoymuşsunuz. Oradan oraya atlana bildim yaxşı. Necə? Adamları yaxşı seçməmişdiniz. Bax, görürsünüz, oradan oraya yaxşı atdım. Yəni, biz də çox belə istəmirik, davaş olsun, söhbət olsun deyə. Amma yox, ən azından dediyim kimi ilk baqa düşdüyümüz rubrikamız oldu dostlar burada da. Biz yaradıcılıqdan danışmaq istəyirdik. Mən burada bir məsələni mütləq şəkildə vurğulamaq istəyirəm. Özümlə bağlı bir məsələdir ki, deməli, hardasa 2016-cı il olardı. Mən YouTube-u təzə kəşf etdim, 15 yaşım vardı. YouTube-u təzə kəşf etdiyim bir vaxtlar idi. Niyə elə şeylədiniz? Uşaq idim, sizə baxırdım, söhbətləri başladı. Yox, uşaq idim. Uşaq idim, sizə baxırdım, yox. Yəni, sadəcə real olaraq, deməli, YouTube-da gəzirdim, YouTube-u təzə kəşf edən vaxtda önümə Tərlan Məmmədçiyanovun səs klipi çıxdı. Doğrudan çox, bu arada çox qəşəng klip idi, onu da yəni xatırlamaq lazım. Deməli, o klipə baxaraq mən özüm sizlə ilk tanışdığım belə deyə o dövrdə olub əslində. Başladım ssenarilər yazırdım mən də. Maraqlı şəkildə, musiqi o qədər hekayə təsir eləmişdi. Belə, ümumiyyətlə, baxın, çox maraqlıdır ki, mən nitqimin əvvəlində də vurğulamışdım. Ümumiyyətlə, Kəmalə Piriyeva çox yaxşı, çox şaxəli fəaliyyəti ilə doğrudan bugün. Məsələn, sizin adicə, hətta Wikipediyada belə sizi araşdıranda, yəni yaşınız, amma gördüyünüz işlər əslində tərs mütənasibdir biz deyə bilərik. Çünki daha çox siz həm televiziya var, teatr var, tamaşa var, hər şey var, film var, serial var. Amma icazənət sayəsində. Yəni bilirsiniz, hər tərəfində olmağı sevirəm. Mütləq, amma bunu bəzən yaxşı şəkildə bacarmaq da var.
Bəzən məsələn hər aparıcı aktyor ola bilməz və yaxud hər aktyor aparıcı olmur, ola bilmir. Hansısa birində yaxşı alınmır. Sizdə hər üçü yaxşı alınır. Bəs maraqlıdır. Hansında dağdan xoşbəxt hiss edirsiniz özünüzü? Aktrisalıqda, aktyorluqda. Mən Səbəb? hər zaman qeyd eləmişəm. Bilmirəm, içimdə olan hər hansı, bəlkə adi həyatda yaşamadığım, hiss eləmədiyim hər hansı bir hissləri o obrazlar vasitəsilə ötürmək mənə daha maraqlı gəlir. Başqa-başqa həyatları yaşamaq, başqa-başqa həyəcanları keçirtmək. O mənə daha maraqlıdır. Bəs kino yoxsa teatr? Kino. 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 Bəs bu günə qədər ümumiyyətlə maraqlıdır, yaratdığınız, canlandırdığınız ən çətin obraz sizə görə hansı olub? Çətin obraz, çətin obraz. Hər obrazın, deyəcəm bu şablon belə. Yox, normal olaraq, reallıq dəsinə. Hər setin öz çətinlikləri olur. Amma dramatik obrazlar biraz insanı çətinə salır. Çətinə salır. Çətinə salır, biraz daha çox. Hardasa bu komediyalarda həm əylənirsən, həm işləyirsən, amma dramatik obrazlar biraz sənə çətinlik yaradır. Yox, əslində o da ayrı bir istedaddır ki, hər janrda olan obrazı canlandıra bilmək və bunu yaxşı şəkildə təqdim eləmək. Mənə bir siz doğrudan da maraqlıdır. Məsələn, biz həm söhbət olanda dostlarla bu barədə də məsələn, hərə bir cür hazırlaşır da. Bax, sizə gəldi məsələn ssenari, obrazınızı gördünüz. Doğrudan o psixologiyasını araşdırmaq, xarakteristikası falan böyle şeylər olur mu? Təbii ki, vaxt olanda, sənə imkan, şərait yaradanda obraz tanımaq məsələn. Yaradıcı heyət. Əlbəttə ki, sən onun hər tərəfinə bələd olmaq istəyirsən o obrazın. Amma tələm-tələsik setlər də olur. Onlar da olur. Amma təbii ki, sənlə aktyorla məşğul olan insanlar da olmalıdır. Xüsusi aktyorla işləyən rejissorlar da olmalıdır. Onlar da səni yönləndirməlidir. Amma sənin özünün də bir içində istək, həvəs olmalıdır ki, bu obrazı yaşaya bilərəm, hansı tərəfdən, nə dərəcədə dərinlikdə tanıya bilərəm və oynaya bilərəm. Maraqlıdır. Yəni buna yəqin ki, zaman lazımdır. Təbii ki, zaman lazım olur, amma hərdən elə sənə yaxın, ruhuna yaxın obraz ola bilər ki, heç ona ehtiyac da olmaz, o qədər üzərində işləyəsən. Çox yaxın ola bilər sənə. Məşhur aktyorlardan birinə bizə sual verirlər, siz hansı obrazın təsirindən çıxa bilirsiniz? O çox maraqlı bir sual verir ki, bu belə bir şey yoxdur. Doğrudan da belədir. Məsələn, bəzən biz görürük, hansısa bir aktyor deyir, məsələn, mən uzun müddət oynadığım bu obrazın təsirində qaldığım dönəmlər olubmu? Doğrudan da mı belə olur, yoxsa yox? Mümkündür ki, o səndə bir iz buraxsın. Yəni, ola bilməz ki, o da ki, hansı bir emosional bir iz buraxa bilər. Onun kimi gəzib, onun kimi gülüb, onun kimi danışıb, yeyib, içə bilmərsən. Onsuz da bu sən özünsən. Hər hansı birində nəsə qatmısansa ona, obraza, hərəkət, əl, jest, o çalışmalısan ki, təbii ki, səndə qalmasın, heç qalmasın, sənə aid deyil, olmayan bir şeydir. O obraz üçün düşünmürsən sən onu. Amma hər hansı bir, belə deyək də, baxdığımız hər hansı bir filmdə, videoda, qısa videolarda, nəsə bizi təsirləndirəndə, istərsəməz onu uzun müddət fikirləşib, o anda qala biliriksə, aktyorluqda da hardasa nə qədər dərinliyinə varır o obrazın, yaşayır, empatiya qurur. Onda da qalmağı mümkündür. O izin qalmağı mümkündür. Siz o gəzməyi, yeriməyi dediniz, ağlıma bu yaxınlarda bir xəbər oxumuşdum. Deyilənə görə, adicə məsələn, Qurtlar Vadisində Polat Alemdarı canlandıran, məsələn, Necati Şəxsimiz deyirlər, adam belə davranırmış, yəni, şəxsi həyatında da. Bəlkə özü, yəni, o, məncə ondan qabaq hər hansı bir obraz canlandırmamışdı, yox. Bəlkə elə özü kimi gəzirmiş. Necati Şaşmaz kimi gəzirmiş elə. Polad Aləmdarın gəzməyi yox, Necati Şaşmazın gəzməyiymiş o. Yazıq indi neynəsin? Onu Polad Aləmdar kimi cəmaat tanıyıb deyə, Necati Şaşmaz kimi gəzməyə başqa bir variant tapsın, başqa bir yol tapsın. Yəni, o biraz, mən bilmirəm. Onunla mən bir dənə, o ancaq o filmdə görürəm. Yox, elə ancaq orada olur. Onunla da elə zirvədə buraxıb. Bəlkə də özü kimi eləyib. Ola bilər əslində. Bəlkə hər hansı bir gəzmək, yemək. Onun da yoldaşı çıxarmışdı o şayəni əslində ki, evdə də Polad Aləmdarcılıq edir falan. Bəlkə də ailəvi söhbətlərdən qaynaqlanır. Onlardan xəbərim yox. Ola bilər. Çox baş qoşa bilmərəm. Kəmalə, bir zamanlar yəni hamımızın doğrudan sevərək izlədiyimiz bir Ər-Arvad tamaşası ki, biz televiziyada bu serialdan daha çox canlı bir tamaşa idi elə bir Elcan Rəsulovdan buradan salamlayıb oradan da. Maraqlı bir
periodu idi. Yəni bəzən biz məsələn həqiqətən elə işlər var ki, insan deyir ki, kaş biraz uzun ömürlü olardı. Çünki hər şey yerli yerində komediya olanda, yerli yerində yumor olanda, yəni hər şey çox maraqlıdır. Necə təcrübə idi? Doğrudan maraqlı. Yaxşı idi və hələ də bilmirəm, indi sosial şəbəkələrdə təbii ki paylaşılır. Biz efirdə yenilərini çəkməsək belə sosialda paylaşılır və insanlar baxırlar. YouTube-da təkrar baxanlar da var. Elə bu yaxınlarda belə xanım deyir, mənim adım Könüldür. Həyat yoldaşımın adı Yaşardır. Yəni biz sizə baxanda və yaxud da adları eyni olmasa da deyirsiniz bizim ailəmizə baxıb çəkirsiniz bunları. Yəni biz evdə nə yaşayırıqsa, nədən danışırıqsa siz onları göstərirsiniz. Ona görə insanlara biraz çox yaxın gəlmişdi bu Könüllə Yaşar. Çox sevirdilər və indi də təkrarən olmağını, yəni yayımlanmağını istəyənlər çox var. Çoxdur. Yəni. Sadəcə olaraq biz biraz indi fikirləşirdik, 10 ili oldu artıq. 2016-da başlamışdıq, 10 il oldu. İstəyirik nəsə edək bəlkə. Məncə maraqlı olar. Amma yaxşı ssenari lazımdır. Çünki indi biraz necə deyim, elə sosial şəbəkələrdən danışacağam. Bu cütlük videoları, planları çoxdur. Couple səhifələr. Onlar çoxdur. Onlar kimi olmaq yox. Yəni elə Könül Yaşar kimi maraqlı bir şeylər eləmək istəyirik. Baxın, məsələn, Könül Yaşar Azərbaycan doğrudan ailəsinin bir növ güzgüsü idi də orada. Məsələn, indi sosial şəbəkələrdə olan bəzi məsələn couple səhifələri və yaxud cütlük video insanlar reallıqdan kənar olan bəzən məqamlarda olur ki, burada deyirlər ki, məsələn, bu yoxdur da, Azərbaycanda belə bir şey yoxdur. İş orasındadır da. Bizə də elə ssenaristlər, elə ssenarilər lazımdır ki, Könüllə Yaşarın xarakterinə uyğun ssenarilər yazsınlar. Hərdən məsələn elə ssenarilər gəlir ki, deyirəm axı bu Könül bunu eləyə bilməz, Yaşar bunu eləyə bilməz. Yaşarın xarakterinə uyğun deyil. Yəni bu şeylər olmasa, belə yaxşı ssenarilər gəlsə, təbii ki, biz də həvəslənib çəkərik. Ümid edirəm, inanıram ki, olacaq. Bir də bir sual vermək istəyirəm. Doğrudan çox maraqlıdır Məhkəmə xanım. Bu Tilovdakı o yağış səhnəsindən sonra xəstələnməmişdiniz? Yox. Dünən o səhnə bir də çıxdı önümə. TikTokda bir maraqlı musiqi ilə paylaşmışdılar. Həmişə mən maraqlı olurdu. Məsələn, o yəqin ki, bir neçə dublə çəkilib, bir dublə çəkilməyib. Yox. O bir dublə çəkilib. Bir dublə çəkilib. Bəli. Maraqlıdır. Özdəki o səhnədə əslində o səhnə elə çəkilməli deyildi. O Emil Quliyevin hər zaman setdə təbii ki, onun aktyorları bilir, işləyənlər bilirlər ki, hər şeyi dəyişmək, bir anda bütün ssenarini dəyişmək, səhnəni dəyişmək kimi bir xüsusiyyəti var. Onda da elə belə bir hal baş verdi. Orada sadəcə Amit tək dayanıb dənizə baxmalı idi. Biz də kamera arxasında onu izləyirdik. Yəni yağış səhnəsində mən gəlib onu qucaqlamalı deyildim. Amma dedi ki, rejissor, gedə bilərsən indi o yağışın altında sən dura bilərsən. Deyirəm ki, hə, doğrudan? Deyirəm, hə. Və getdim o səhnə. Hər dəfə olur. Elə bildilər ki, birdən cəsarət eləmərəm, soyuqdur, üşüyərəm falan. Düzdür, sonradan mən üşüdüm o videoya baxanda. Amma yay ayları idi da. Yəni belə dəhşətli bir şey deyildi. Trayvon Bay Avedesk tur operatorundan sezon üçün möhtəşəm yeni bir məhsul. 28 apreldən 15 sentyabra qədər səyahətinizi planlayıb, birbaşa Azal hava yolları ilə Qaradənizin parlayan mirvarisi Batumiya uçaraq möhtəşəm istirahət təcrübəsi əldə edə bilərsiniz. Özdə cəmi ilkin 30% ödəniş etməklə. Belə ki, geridə qalan ödənişi də uçuş tarixinizə 2 həftə qalmış rahatlıqla ödəyə bilərsiniz. Sual ola bilər ki, niyə məhz Batumi? Çünki yüksək inkişaf etmiş turizm potensialı, çeşidli otel rezervasiyaları, universal destinasiya, əyləncəli gecə həyatı, müasir kazinolar və təbii ki, inkişaf etmiş əyləncə sektoru. Bunu da mütləq şəkildə qeyd etmək lazımdır ki, bu tur paketlə bağlı ölkənin istənilən tur agentliklərinə müraciət edə bilərsiniz. Bu fürsəti qaçırmayın. Tilov da doğrudan biraz səs gətirdi. Çünki həm sözsüz ki, orada Emil Quliyevin həmişə özünün bir maraqlı dəstək xətti var, amma obrazda ümumiyyətlə filmin çox seriyalı bədii film adlanır da artıq. Yəni ümumiyyətlə maraqlı idi, fərqli idi. Belə işlərə sizin nə qədər marağınız var? Çox marağım var. Təbii ki, mən hər zaman demişəm ki, yaxşı işin içində olmaq həmişə istəyərəm. Bu hərdən elə olur ki, heç qonorar belə istəmirsən, tək yaxşı işlər olsun. O qədər acıq ki, o yaxşı işlərə. Tək ki olsun, tək ki çəkilsin. Çünki biz nə qədər çəkilsək, o qədər inkişaf eləyirik. Yəni, oturum gözlüyüm hər hansı bir nə vaxtsa ürəyim istəyən büdcədə, ürəyim istəyən böyüklükdə bir layihə olacaq, mən ona çəkiləcəm. Onda mən özüm hazır olmayacağam.
həmin o layihə üçün. Elə az-az, yavaş-yavaş, amma tez-tez mütləq işləmək lazımdır, üzərində işləmək lazımdır. Çoxlu çəkilmək lazımdır ki, o böyük işlərə də nə vaxtsa hazır olasın. Bir ara öz YouTube səhifənizdə aktiv idiniz. Nəsə sonradan nəsə passivləşdiniz? Bilmirəm. Çox Hətta məsələn bu şəxsən bacımın sualıdır. Mən mütləq onu sual verərsən. Mən baxırdım evdə falan. Yəni doğrudan maraqlı gəldi. Nə yaxşı, nə həvəs. Olmadı. Həvəs olmalıdır. Məsəl üçün o videoları biz nəyə görə çəkirik? Nə üçünsə yox. Dayanmadan hər həftə dedik ki, bunu çəkək, onu çəkək. Bir günə 3 video çəkək. Roman üzvləri olur ki, bəsdir, nə bilim, tənbəllik. Hər dəfə dalaşırdıq, videonun çəkilməmişdən əvvəl dalaşırdıq. Video çəkiləndən sonra küsürdük, bir həftə danışmırdıq. Yəni, amma məndə həvəs var idi ki, yox, çəkəcəyik, gedəcəyik, eləyəcəyik. Sonradan bilmirəm, məndə Instagramda da elədir, bütün sosial şəbəkə. Birdən belə alovlanıram, coşuram, istəyirəm nəsə eləmək, ondan sonra sönürəm. Amma YouTube-u da deməli eləməmək lazımıymış. Belə bir müddət boş verdik, çəkmədik heç nə. Çünki birdən-birə biz yaxşı nəticə toplamışdıq, izləyici toplamışdıq, sonra dayandıq. Heç də YouTube sevmirmiş belə şeyləri. Təbii. Məsafə əgər bir ara buraxdınızsa artıq sizi önə çıxartmır. YouTube belə şeyləri sevmirmiş. Biz dayandıq. Ondan sonra yenə belə nəsə eləməyə çalışdıq. Gördük yox. O əvvəlki istədiyimiz effekt yoxdur deyə lap belə söndük. Fikir də yoxdur ümumiyyətlə, yəni bundan bağlı məsələ. YouTube üçün yox. YouTube üçün elə bir istəyim yoxdur. YouTube biraz əziyyət tələb edir məncə. Təbii ki, orada biraz əmək olmalıdır, amma məsələn adi telefonla da bugün hər hansısa bir vloqlar və yox. Yəni biz deyirəm həvəs onda hər şey eləmək olur. Qaxa gedib sülhüllü bişirəcəm. Ay qız, oturduğun yerdə nə işin var sənin qaxda sülhüllü? Niyə qaxda bişirəsən axı sülhüllü? Al gir bu mətbəxdə bir dənə. Yox, qaxa gedəcəm. Maşına doldurdum, yəni qab, qacaq, nə bilim, orada bazarlıq, buradan nə bilim qaxın bazarına get, qoyun seç, nə bilim, nə seç, tərəvəz filan. Yəni o dərəcədə xırda detallara qədər həvəslə işləyib onu çəkirdim, eləyirdim yəni. Amma yenə deyirəm, həvəs olmalıdır. İndi bilmirəm, səhər birisi gün hər şey ola bilər. Yəni o həvəs gəlsə, inteqrasiya edib Instagram və yaxud TikTok üzərindən aparsaz da maraqlı. Onu da eləyirəm də, yəni belə yavaş-yavaş. O da istəyəndə, həvəs olanda. Alqoritm işləsin, statistika düşməsin, onu mən izləyə bilmirəm. O biraz adamı həvəsdən salır bəlkə də. Biraz da necə deyim? Həvəsdən salmır. Hər dəfə belə tətikdə olursan ki, nəsə çəkmək lazım, nəsə eləmək lazımdır. Sənə elə bir rahatçılığına imkan vermir. Mən biraz rahat olmağı sevirəm. Özüm plan qurum, kimsə mənə burada məcbur eləməsin ki, eləməlisən. O olmasın. Elə bil ki, YouTube-da onu istəyir buradan qulaq. Sən televiziyada material verməlisən, sən YouTube-da da material verməlisən, Instagram-da da. Yox, o qədər lazım deyil. Yükləməyim məni. Biz əslində sosial media o qədər inkişaf elədi ki, doğrudan da bugünkü gündə məsələn tutan bizim bu verilişimiz YouTube-da yayınlanır. Çünki niyə reallıq budur ki, bu gün doğrudan da biz indi hər birimiz televiziyada çalışsaq, tam əslində qəbul etdiyimiz bir faktor var ki, bu gün insanlar sosialdadır. Yəni ən adi verilişlərin belə bugünkü gündə müəyyən hissələri, məsələn Instagrama, TikToka baxırlar, adamlar orada baxırlar. Bu gün artıq bu televiziyaya çevrilib də belə bir maraq. Bəs bir də maraqlıdır məsələn özünüz üçün hər hansısa bir veriliş düşünərsinizmi? Məsələn YouTube-da və yaxud da Instagramda bir ideyalar YouTube-da? Məsələn düşünürəm çox maraqlı bir formatda eləyə bilərsiniz. Mən desəm ki, yəni düşünmürəm. Biz yaradıcı insanlar daim axtarışdayıq. Emosiya. Bizim növbəti rubrikamızın adı budur. Bəli, emosiyadır. Mən sizə bir hazırda vərəq verəcəm və burada Shakespeare-in Hamlet əsərindən monoloq var. Ay, olum ya ölüm. Bəli, bu qədər ağır. Budur sual. Və emosiyalarınızı dəyişərək onu bizim üçün səsləndirməyinizi istəyəcəyik. Oxuyuram bunu. Ya oxuyursunuz, mən sizə bildirəcəm, siz emosiyaları dəyişərək oxuyacaqsınız. Amma möhtəşəm. Tam hazırıq mı? Bəli. Getdik. İndi başlayırıq birinci normal. Buyurun. Olum ya ölüm. Məsələ budur. Görəsən taleyin amansız zərbələrinə səbr edib dözmək daha şərəflidir, yoxsa dərdlərin sonsuz dənizinə qarşı çıxıb onlarla mübarizə apararaq son qoymaq? Ciddi. Ölmək yatmaqdır və yatmaqla ürək ağrılarına, bədənin məruz qaldığı 1000 bir əzaba son vermək. Qəmgin.
Bu arzu olunan bir nəticədir. Ölmək. Ölmək yatmaqdır. Sevincli. Yatmaq bəlkə də yuxu görmək. Bax, məsələ bundadır. Çünki ölüm yuxusunda görüləcək yuxular bu fanidən ayrıldıqdan sonra necə olacaq? Bu düşüncə bizi saxlayır və həyatın bütün əzablarına dözməyə məcbur edir. Qəzəbli. Kim dözər zamanın qamçılarına, istehzalarına, zülmkarın haqsızlığına, təkəbbürlünün təhqirinə, rədd edilmiş sevginin ağrılarına, qanunun gecikməsinə, məmurların kobudluğuna və laqeydlərin laqeydsizlərdən gördüyü hörmətsizliyə. Normal. Əgər bir xəncərlə hər şeyi bitirmək mümkünkən, Alqışlamalıyıq doğrudan da. Hələ xəstə halınız da vurğuladınız. Yəni çox möhtəşəm idi doğrudan da. çox sağ olun, təşəkkür ederim. Əla, Təşəkkür həqiqətən ederim, çox təşəkkürlər. Bu artıq çıxdı bir dənə Reels formatında sosial şəbəkədə paylaşdıq, getdi. Kəmal xanım, baxın, çox doğrudan da maraqlı bir sual daha uzun illərdir bu sahədə olan birisi kimi. Biz çox nadir hallarda sizin qalmaqallarda adınızı görmüşük. Belə show biznes söhbətlərində, bu digər məsələlərdə biraz amma İndi burada nəsə çıxartmaq istəyirəm. Yox, ki biraz qalmaqal intervyu. Yox, doğrudan da hər şeyə veciz yanaşmaq mı, yoxsa o mövzulara tam girməmək mi? Ümumiyyətlə kənarda qalmaq, bir üslub yaratmaq biraz bəzən çətin olur, bəzən ki yenə deyirik. Ən asanı odur. Baxın, məsələ budur. Aha. Ən asanı odur. Kənardan durmaq, baxmaq, müşahidə eləmək, müşahidəçi olmaq ən gözəlidir. Həm öyrənirsən, nəyi eləmək lazımdır və nəyi eləməmək lazımdır. Həm də heç nəyə qarışmırsan. Yəni siz o dövrdən əslində bu düşüncə ilə yanaşmısınız, yoxsa necə? Həmişə kənardan baxıb müşahidə eləmək. Və məncə aktyora da lazım olan ən vacib xüsusiyyətlərdən biridir. Həm aktyora, həm rejissora. Mən rejissorluq fakültəsini bitirmişəm. Bizim müəllimlərimizin hər zaman bizə ən böyük tövsiyələrdən biri olub ki, müşahidə etməyi bacarın. Bu, yəni müşahidə qabiliyyəti də bizə çox şey öyrədir. Maraqlıdır, bilirsiniz. Ümumiyyətlə sizi efirə çıxan dönəmlərdə o dövr, yəni əslində çox da belə uzun illər deyib demirik, siz çox yaşlısınız, əstəğfurullah. Çünki məsələ budur ki, 10 ildir YouTube, Instagram və TikTok var. O mənada, yəni bunu bildirmək istəyirəm sizə. Sadəcə sualım heç də yanlış anlaşılmasın. Yəni 10 il bundan öncə də yox idi, yəni Instagram, sosial şəbəkəsi, TikTok vardı, təhdid altında belə aparır. Yəni o dövrdə bu qədər inkişaf yox idi. Yəni məsələn, son biz baxsaq pandemiya dönəmindən məsələn influencerlar artıq çoxaldı, blogerlər çoxaldı. Çünki bu həm insanlar başladılar evdə müxtəlif paylaşımlar eləməyə və müxtəlif formada, yəni bugünkü gündə sizin o məşğulluğu əldə elədilər. Amma yəni biz o vaxtdan, yəni 2013-cü ildən artıq mən Instagram istifadə edirəm. Bura gəlmək istirdim, sadəcə qorxa-qorxa sual. Yəni 2013-cü ildən Instagramda aktiv, yəni demək olar ki, hər gün post paylaşıram. Amma mən deyərdim ki, bizdə yəni əvvəldən o 2012-2013-cü ildən istifadə edənlər üçün ən prime belə dönəm 2016-2018-ci illər aralığındaydı, hətta 2019. Ən belə yaxşı vaxtları. Siz dediyiniz kimi 2020-ci ildən sonra artıq adi insanların da, yəni ən çox belə deyim, blogerlərin sayı çox idi. Instagramda çox məşhur olan insanlar celebritylər, yəni ya aktyorlar, ya aparıcılar, ya yəni müğənnilər belə adamlar idi. Amma 2020-dən sonra hər kəs artıq telefonu əlinə aldı və başladı nəsə kontent yaratmağa. Ev işlərini çəkmək, yemək bişirmək, həyət bacanı təmizləmək, hər şey artıq kontent olmağa başladı. Bəs buna uyğunlaşmaq istədinizmi, yoxsa yoxmu? Əslində bu bir növ trenddir. Hardasa, təbii ki, sən də onlara uyğunlaşırsan. Bu necə deyim, bəlkə ondan əvvəl də eləyirdim, amma bu yemək, gündəlik rutin videoları daha çox məncə ondan sonra məşğullaşmağa başladı. Gün ərzində nə edirəm, nə işlə məşğulam, hara getdim, hara gəldim. Yəni şəxsi həyatın tam olmasa da az hissəsini paylaşmaq. Sosial şəbəkələrdə bəs məsələn olur da mənfi şərhlər mütləq ki var. Bunlar sizi narahat edir yoxsa yox? Heç vaxt narahat eləməyib. Orada bir dənə düymə var da, basırsan və görmürsən. Ondan sonra görmürsən. Çox şükürlər olsun ki, mənə hələ o qədər belə
bullying deyirlər də, sosial şəbəkələrdə danışırsa, Məsələ o şeylərdən, onun dilində danışaq. Elə bir hallar çox olmayıb. Olanda da çox üstünə düşməməyə, onun haqqında çox fikirləşməməyə çalışırıq. Bilirsiniz, fərqindəsiz bunun yoxsa yox? Məsələn, mən şəxsən şahidi olub bunu sizə vurğulamaq istəyirəm ki, məsələn, ötən günlərdə bir gənc tələbələrlə bir görüşdəydik və orada xanım tələbələr, məsələn, biz orada mediadan danışanda ümumiyyətlə çoxluqla məsələn sizin adınızı çəkdilər ki, biz bir növ kumir kimi görürük, özümüzü, vallahi, yəni bu nə demək? Bu mən çox istəyərdim ki, ümumiyyətlə bəzən yenə də biz nə qədər müasirləşsə və inkişaf etsək də, hələ də bəzi qızlar ön yargıların ailələri tərəfindən qıra bilmirlər. Məsələn, media sahəsində davam etmək istəyir və yaxud da aktrisa olmaq istəyir, hələ də bir baskı olur. Baxın, istərdim bu bizim ümumiyyətlə də yeni bu sahəyə başlamaq istəyən o gənc xanımlara bir tövsiyə mi deyim və yaxud onların valideynləri mi deyim, ya da ki bu məsələn mənfi şərhdən pis olub da davam etmək istəməyən dostlar da olur. Öz təcrübənizdən irəli gələrək. Sadəcə olaraq özün nə eləmək istəyirsənsə, sən bilirsən ki, sənə yazılan şərhlər sənə aidiyyatı yoxdur. Ən azca da olsa sənə biraz qəlbinə toxunursa, onu görməzdən gəl. Sən nə eləmək istəyirsənsə, ürəyindən nə keçirsə, ona doğru addımla. O sözləri, söhbətləri mən hətta hərdən olur ki, deyirəm bunu ki, nəsə eləmək istəyəndə çalışıram heç kimə danışmayım. O barədə heç kimə məlumat verməyim. Çünki xırdaca bir söz belə bəlkə mənə motivasiya kimi vermək kimi səslənir, amma onun içərisində hər hansı bir fikir məni yolumdan döndərə bilər. Ona görə çalışıram həmin anda o fikirlər medialarıma heç kimlə bölüşməyim, paylaşmayım. Məqsədiniz olsun, arzunuz olsun, istəyiniz olsun və onun üzərində ona doğru addımlayın. İlk başlarda olmuşdum və sizdə də maraqlıdır məsələn müəyyən təzyiqlər və yaxud necəsə efirlə bağlı, ekranla bağlı ki, daha çətin idi. Təzyiqlər falan yox. Amma yenə deyirəm, mən heç kimə deməmişdim ki, əvvəlcədən məktəb vaxtından demədim ki, mən aparıcı və yaxud da aktrisa olmaq istəyirəm. Mən son anda qərar. Siz yeni ulduzla başlamışdınız yoxsa daha aparıcı kimi bəli. Aha, aparıcı. Amma mən həmin anda universitetin 1-ci kursunda oxuyurdum. 1-ci kursun ilk aylarındaydım, bəli. O da bir, necə deyim, yəni istəyim var idi, amma demirdim ki, mən aparıcı olmaq istəyirəm. ATV-yə gedirik, biz aparıcı kimi yox, televiziya rejissorluğu fakültəsinin tələbələri kimi seçim turlarına getmişdik. Oradan dedilər ki, sən keçirsiniz, aparıcılıq testindən keçəcəksiniz. Əlimizə bir mikrofon taxdılar, belə bir işıq qoydular ki, salamlaşın, elə bil siz veriliş aparırsınız. Və elə seçimlərdən, turlardan keçə-keçə başqa universitetlərdən də var idi. Orada Bakı Dövlət Universitetindən, yəni daha çox jurnalistika fakültəsinə gələn uşaqlar, qızlar var idi. Elə seçimlərdən ələnə, həmin ərəfədə də Yeni Ulduz verilişi başlayırdı. Mən aparıcı kimi qaldım. Sentyabrda ATV-yə gəldim, oktyabrda artıq dizləri məsələsə canlı efir aparırdım. Mən 2-ci kursda oxuyanda efirə çıxmışdım. Elə bilirdim ki, mənəm elə 2-ci kursdan belə bu qədər gənc yaşda efirə çıxan. 1-ci kursda 17 yaşında, 17 yaşında. 1-ci kursunda bəli. Doğrudan da bu əslində bu həm bacarıqdır, həm istedaddır, həm də şans da var. Təbii ki, burada biraz şans da var. Hədəf nədir? Yəni varmı bir hədəf belirlədiyiniz özünüzdən, məsələn, hara qədər getmək istəyirsiniz bu sənətdə? Amma demərəm nədir. Niyə deyirəm? Bayaqdan Məsələ oldu, mən dedim ölkə. 2 saat söz danışıram burada ki, mən məqsədlərimi, hədəflərimi açıqlamıram. Xarici platformalarda, məsələn, xarici arenalarda istəyərsinizmi belə bir təklif gəlsə dəyərləndirirsiniz? Əlbəttə istəyirəm. Mən dedim axı, yaxşı işlərdə, yaxşı komanda ilə, yaxşı belə deyim də, productionlarla işləmək hər zaman istəyərəm. İki aparıcının da söhbəti biraz fərqli olur deyirsiniz. Məsələn, mən tam cavabımı almaq istəyirəm, amma illərin təcrübəsi artıq bilir necə cavab. İllərin Cəmələ xanım ilk verilişi var. Bu ildən artıq. Köhnə addımları ilə səhniyə qədəmlərinə basırım. Çox sağ olun gəldiyiniz üçün. Doğrudan. Biz təşəkkür edirik dəvətiniz üçün. Minnətdarıq həqiqətən. Bir daha vurğulamaq istəyirəm ki, yəni dediyim kimi force majeure hal yaşandı, amma buna rəğmən baxın aparıcının da həmkarın dərdini şərik olur. Mən bilirəm, mən dünən 8 qonaq onları olmuşdu, amma əsas odur ki, sonda biz öz verilişimizi çəkə bildik dostlar. Minnətdarıq. Gələn həftə siz bizim verilişə gəlin. 100% sevə-sevə, niyə də yox? Bir gün sizdə, bir gün bizdə. İstəyərək, sevərək, inşallah təbii ki, yəni sevərək iştirak edərik. Çox sağ olun burada gəldiyiniz üçün. Bir də son sual qaldı. Arzusunda olduğunuz ölkə, bunu deyirsiniz məncə bunu artıq. Getmək istədiyiniz, arzusunda olduğunuz ölkə. Yaponiya.
Çox maraqlıdır. Ya sakura vaxtında, ya da ki ideal. payız ərəfəsində. Yaponiya möhtəşəmdir. Mən tövsiyə edirəm sizə. Osaka şəhəri, Kyoto şəhəri, Nara şəhəri. Ola bir nağıllar aləmi. Niyə də yox, yəni gedər məncə uğurlar arzudur sizə. Bir də bir sual da indi yadıma gəldi. Səyahət zamanı başınıza gələn hər hansı bir maraqlı hadisə olub bizdən bölüşə biləcəksiniz? Çox şey olub. İndi bundan sonra ən belə maraqlı qeyri-hadisi. Yadıma gəl. Doğrudan. Çox şey olub, danışılacaq, danışılmayacaq. İndi onları filtrdən keçirməliyəm. Biraz uzun çəkər. Maraqlı. Bu sualı qabaqdan gərək deyərdiniz, mən hazırlaşıb gələrdim. Yox, əslində dediyim kimi biraz söhbət əsnasında yaranan suallardan. Yəni çox belə məsələn qeyri-adiliyi belə izah edeyim. Məsələn biz ötən dəfə səyahətlərimizdə bizi Selbiyada güllələmişdilər. Nə? Bəli, yəni bu da ilə dostumuz Samir burdadır, bizim operator. Sağsız? Yəni sağ, necə mən sizə izah edim, Belqrad Güllələmişdi. Ya Belqrad şəhərindəyik və normal yolla qalxırıq, axşam saat 1-ə işləyib. İlk ilə belə sakit gedirik ki, biz aptekdən nəsə alasıydıq, bilmirəm niyə gedirdik, saat 1-in yarısı o da məlum məsələdir. Yanımıza bir 3 maşın gəldi, tam arxamızdan gəlib. Bizim yanımıza çatanda musiqin çox belə yüksək səslə musiqi dinləyirdilər. Yəni Qurtlar Vadisinin serialı kimi bir şey oldu. Adamlar silahları çıxardılar və bizə tutdular, başladılar bizə atmağa. Yəni o an həmişə deyirlər məsələn qaçmaq, gizləmək. Yəni mən başa düşdüm ki, o anda insan donur və bir şey atırlar amma bizə dəymir. Yəni biz belə baxırıq. O mənə baxır, mən buna baxıram. Ki bu niyə bizə dəymir belə? Atdılar, getdilər, işıqforda dayandılar. Arxamızda bir 7 nəfər var idi. Onlar da belə küncə sıxılıb, qorxudan hamı dayanır. Bizim operator getmək istəyir. Dedim, hara gedirsən? Güllə dəyməyib, bunu düşüb döyə bilərlər də. Yəni 3 maşındır, biz niyə gözlürük? Yəni sən demə qorxudurlarmış bizi bu yalançı güllə, partlayan güllə ilə, amma yəni biz onu... İndi mən bu şeyin qabağında nədən mənim başıma belə şey gəlməyib. Bir oğuz. Təşkil gəlməz. Amma o da bir maraqlı xatirəyə çevir. Yox, mənim başıma belə şey. Mən ən uzağa, ən maraqlı, yəni təyyarəni gecikə bilərəm. Aha. Belə. Gecikmisiniz? Gecikmişəm, təyyarəyə gecikmişəm. Amma belə qeyri-adi, belə şeylər, güllələnmə, bombalanma hadisəsi inşallah gəlməsin. İnşallah. Siz inşallah Yaponiyaya gedin, səfər edin. Biz ondan sonrası bir də çağırırıq. Yaponiya təsiratlarından barədə danışarıq. Yaxşı. Bir daha çox sağ olun, minnətdaram, təşəkkür edirəm. Əziz dostlar, havada qalan söhbətlər buraxılışında bu dəfəki qonağı Kəmalə Piriyeva idi. Gələn buraxılışlarda görüşənədək videonu bəyənməyə, şərh yazmağı və paylaşmağı unutmayın. Xudahafiz. Sağ olun.